Milyonçular məhəlləsi, Kupça var, həyətinə avtomobil daxil ola bilir, tam dolu əşyalı, təmirli, qoşadaş, istədiyimiz ev, ərazi Milyonçular məhəlləsi. Milyonçular məhəlləsində 3 otaq, tam dolu əşyalı, Kupçalı, səliqəli geniş küçələr, asfalt küçələr, mərkəzi kanalizasiya sistemi, qaz, su, işıq, bütün kommunallar daimi, tam olaraq axtardığımız bir ev, gözlənilməz bir qiymətə. Gedirik həmən evin çəkilişinə. Görünən bütün əşyaları ilə birlikdə, Kupçalı 3 otaqlı ev. Hər dəfə axtarırdıq, həyətinə avtomobil daxil olan Kupçalı, qoşadaş, kürsülü, əşyalı, təmirli, sənədli. Baxın, bu həmən evdəndir ki, bugünkü gündə sizin bütün istəklərinizi qarşılayır. Əsas giriş qapısından başlayaq bir tanış olmağa. Baxın, bura əsas giriş qapısıdır. Qarşıda gördüyümüz bu qapı əsas giriş qapısı. Əsas qapıdan evə daxil olduqda bizi bu formada dəhliz sahəsi qarşılayır. Bütün otaqlar dəhliz vasitəsilə bölünür. Soldan davam eləyək. Bir tanış olmağa. Solda evin qonaq otağıdır. Elə ilk başda tanış olduq. Yaşayışlı bir evdir. Bugünkü gündə əlavə 1 manat belə maddi vəsait sərf etməyə ehtiyac yoxdur. Tam hazır, qurulu bir evdir. Mətbəx sahəsidir. Geniş bir mətbəx sahəsi var. Burada evin yataq otağıdır. Evdən 1-2 əşya çıxır. Artıq nə çıxır, nə qalır, onu evə baxdıqda ev sahibi ilə dəqiqləşdirmək mümkündür. Burada sanitar qovşaqdır, ərazidə qaz, su, işıq, bütün kommunallar fasiləsizdir, mərkəzi kanalizasiya sisteminə qoşulub. Olduğun yerdə demin. Sonuncu otaq. Qiymət 80.000 manatdır. Yəqin ki, real alan dostlarımız gəlsə, ev sahibi ilə qiymətdən müzakirə etmək olar. Normal ölçüdə həyəti var, çardaqlı, oturmağa, durmağa, geniş bir zirzəmi hissəsi var, tam quru, rütubət olmayan bir ərazidir. Zirzəmi hissəsi ilə də tanış olaq. Giriş qapısı kifayət qədər geniş bir zirzəmi hissəsi də var. Qiymət 80.000 manatdır. Xırdalan şəhərində yerləşir. 2-ci Milyonçular məhəlləsi deyilən həmən o ərazidir. Xırdalan şəhərində 2-ci Milyonçular məhəlləsi deyilən həmən ərazi. Ev bundan ibarətdir. Qiymət 80.000 manatdır. Sənədlər tam qaydasındadır. İpotekası hazır olan dostlarımız da bu evlə bağlı bizimlə əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın.